Herkese salamlar. Sualım var rubrikasında yeni məktubumuzla davam edirik. Salam Aygün xanım. İlk öncə bizə fərqindəlik yaradaraq kömək etdiyiniz üçün təşəkkür edirəm. Münasibətlər barəsində sual vermək istəyirdim. Mən münasibətlərdə özümü itirirəm. Sanki bütün ipi, bütün nəzarəti qarşı tərəfə verirəm. Saf uşaq kimi oluram. Nədənsə. Hər zaman seçimlərimdə dominant kişiləri seçirəm. Qısqanc, mənə hökm edən insanları. Münasibət bitəndən sonra sanki öz bədənimə, özümə qayıdıram. Amma münasibətin içində olanda öz ehtiyaclarımı, hisslərimi görməzdən gəlirəm. Qarşı tərəfin nökəri oluram, dırnaq arası nökəri. Təbii ki, qarşı tərəfin canavarına da fürsət olur. Bir zaman keçəndən sonra kobud danışıqlar, aqressiya, qəzəblərə məruz qalıram. Bu döngü illərdir davam edir. Bu məktubun analizində ilk növbədə həm sizə, yəqin əminəm ki, xanım məktub göndərirsə, yəqin dinləyir və bütün başqa izləyicilərə çox vacib bir nüansı göstərmək istəyirəm. Bilmirəm, fikir verdinizmi mən bu məktubu oxuyanda yox. Yəni, başqa məktublarla müqayisədə. Sanki bu simasızdır. Baxın, yəni gecə-gündüz insan otursa, düşünməyə, anlamağa çalışsa, milyonlarla Azərbaycan qadınları arasında, bütün dünyada yaşayan qadınlar arasında öldür bilmək olmaz. Yəni, sanki hər bir qadın bu mesajı yaza bilər. Və burada belə spesifik nüansların olmamasından söhbət getmir. Sanki bu məktubu yazan insan sadəcə səthi olaraq ümumi bir məlumat verir. Amma özü bu məktubun içində yoxdur. Mən məktubu oxuyanda, hər dəfə analiz etmədən öncə baxıram bu məktub mənə necə hiss elətdirir, hansı duyğular gəlir mənə. Və bilirsiniz nə anladım? Mənə elə gəldi ki, mən demirəm siz bunu eləmisiniz ya da qəsdən edirsiniz, amma mənimlə olan bir növ bu ünsiyyətinizdən, məktub vasitəsilə olan ünsiyyətinizdən istəyirəm görəsiniz ki, oğlanlarla olan münasibətiniz necədir? Mənə elə bir hiss gəldi ki, kimsə mənə bir məktub göndərib. Heç bir detallı informasiya yoxdur. Sanki elə bir ki, mənə 2 cümləni veriblər bir növ və mən indi bu barədə mühazirəmi oxumalıyam, teoriyamı izah eləməliyəm. Fikir verin, sanki bir canlı bir situasiya deyil. Bu barədə həqiqətən bir 3 saatlıq mühazirə aparmaq olar və mənim ayrıca bu barədə münasibətlər vebinarım da var. Və mənə elə gəlir ki, siz sadəcə qarşı cinslə belə münasibət deyil, siz hamıyla bu münasibəti qurursunuz. Ən azından o insanlarla, hansılar ki sizin dünyanızda vacib yerdədir ya da bir avtoritetli yerdədir. Məsələn, mənə də yəqin ki, indi güvəniniz var, bəli bir avtoritet kimi görürsünüz ki, öz situasiyanızı paylaşırsınız, mənim fikrimi bu barədə istəyirsiniz. Hər adama gedib soruşmazsınız yəqin ki. Ona görə bir növ siz bu məktubu yazanda da heç bir informasiya vermədən mənə də ipinizi vermisiniz ki, gələ bu məktubu götür və mənim situasiyamdan özün necə istəyirsən elə davran, bir şeylər fikirləş və mənə başa sal. Başa düşürsünüz mən nəyə göstərmək istəyirəm sizə? Oğlanlarla eyni şey eləyirsiniz. Elə ki, siz münasibətə daxil olanda özünüz dediyiniz kimi uşaq pozisiyasına keçirsiniz. Yəni ki, mən saf deməzdim. Uşaq bilirsiniz necə olur? O bizim bu proqram olaraq bizim hamımızda var. Biz o birini, hansısa insanı gözləyirik, hansı ki, gələcək bizi xilas edəcək və o gələndə bizə artıq əmək vermək, əziyyət çəkmək, məsuliyyətli olmaq lazım olmayacaq. Necə ki, biz eynən uşaqlıqda elə idik. Yəni, o uşaqlıq istəyi çox güclüdür hamımızda. Kimdə daha çox, kimdə daha az, kim fərqindədir, kim yox. Fərqində olmayanda, necə ki, siz deyilsiniz, dirirsiniz, illərlə bu döngü davam edir. İndi bəlkə bundan sonra bir şeylər dəyişdirə bilərsiniz, çünki fərqindəlik yaratmağa çalışıram. Biz qarşı tərəflə ya da insanlarla ümumiyyətlə bizim gözümüzdə vacib olan insanlarla ünsiyyətə girəndə çeviririk
bir uşağa unuduruq ki, məsələn, mənim təxminən keçən deyim 30 yaşım var və mən əslində, yəni siz dediyiniz kimi öz-özümə olanda öz işimi də görürəm, özümlə kontaktdayam. Amma başqası ilə münasibətdə mən çevrilirəm balaca bir uşağa, hansı ki heç nə bilmir, heç nə anlamır və bütün bir növ idarəçilik başqa insana keçir. Ki indi də bu idarəçilik mənə də keçib ki, okey, mən görüm, evrim-çevrim bu məktubu görüm burdan nə çıxardım danışım. Və məncə qarşı cins də, indi bilmirəm nə tip oğlanlarla da həmin biraz fərqlidir, amma qarşı tərəf də əlbəttə ki, bunu hiss eləyir ki, qarşımda elə bil ki, bir uşaq var və axı biz çoxumuz şuursuz yaşayırıq. Canavarımızdan xəbərimiz yoxdur, sərhədlər haqqda xəbərimiz yoxdur. Siz o pozisiyaya keçəndə bir növ içinizdəki yetişkinin rolunu qarşı tərəfə verirsiniz. Əgər mən o rolu qarşı tərəfə verdimsə, mən qalıram nəylə? Uşaq tərəfindən və sanki heç bir şey də bilmərəm. İlk növbədə də sərhəd qura bilmərəm. Çünki uşaq sərhəd qura bilmir. O nədir bilmir. Əgər görüşdüyünüz oğlanlar da fərqindəliyi zəif olan birisidirsə, onlar da sərhədləri keçməyə meyilli olacaq. Və nəticə olaraq, təəssüf ki, necə ki biz valideynlər uşaqlarımızla sərt, kobud və psixoloji məsafəni qorumadan tərbiyə edirik, danışırıq ki, keçən həftə bu haqda video çıxdı, aramızdakı psixoloji məsafə. Eyniliklə də qarşı cins görür ki, keçməyə, sərhədi keçməyə yer var. Elə keçdikcə keçir, çünki qabağında ona stop deyən yoxdur. İndi insan qurban pozisiyasına keçib, deyə bilər ki, mən safam, mən uşaq kimiyəm, qarşındakı da bundan istifadə edir falan filan. Varmı burada həqiqət? Biraz var əlbəttə. Amma biz məsuliyyəti başqa insanların üstünə atsaq, biz həmişə zəif və uduzan pozisiyada qalırıq. Bizim işimiz odur ki, anlayaq bizimlə nə baş verir. Və sizin situasiyada məncə, siz bir növ proyeksiya edirsiniz öz daxilinizdəki yetişkini o birisi insana və qalırsınız bir növ heç nəsiz. Uşaq nə edə bilər ki? Sadəcə valideyninə, böyüyünə, onun arzularına, istəklərinə, tələblərinə tabe ola bilər. Başqa heç nə. Başqa nə deyim? Bir də burada bir məqam istəyirəm toxunum ki, hər zaman seçimlərdə dominant kişiləri seçirəm. Qısqanc, mənə hökm edən insanları. Məncə ola bilər, təxmin edəcəm yenə də ki, siz özünüzə qarşı olan aqressiyanızı yaxşı tanımırsınız. Yəni özünüzə edən baskılarınızı və tələblərinizi. Biz özümüzü incidəndə bundan yoruluruq. Amma qarşı cinslə münasibətə keçəndə, özəlliklə belə hökmlü tərzdə, tələbkar, hegemon tərzdə oğlanlar olursa, biz yenə də avtomatik olaraq içimizdəki o aqressorun bir növ rolunu, yerini veririk ona. Və onda özümüzü incidən biz deyil də o olur. Və bir var ki, mən başa düşürəm ki, bu mənim daxilimdə gedən proseslərdir. Fərqindəyəm ki, mən özümü incidirəm. Mən bu barədə nəsə edə bilərəm. Amma fərqində deyiləmsə ki, mən bu rolu da keçirdirəm o insana. Yəni deyirəm ki, okey, indi sən məni incit. Onda bu bizim üçün necə düzgün söz deyim, əlverişli pozisiya yox da, fərqində olmadan, bunlar əlbəttə ki, heç biri qəsdən olmur. Amma daha asandır demək ki, bax o pisdir, o qəddardır, o məni incidir, o özünə sərhədlərimi keçməyə icazə verir. Amma mən sanki yazıq da, mən saf pozisiyadayam. Bir də var ki, əgər mən götürsəm o rolu özümün içində görməyə başlasam, onda mən başa düşərəm ki, bəlkə də ki, mən bu tip oğlanları seçirəm. Çünki onda özümü incitməyə dayanıram. İndi mənim aqressorum mən yox da, başqası olur. Demək istədiyim budur. Əgər o tərz oğlanlarla münasibətdə olmasaz, onda siz özünüzü incidirsiniz. Bəlkə də bunun heç fərqində deyilsiniz.
Bəlkə də bu videodan sonra mənim sözlərimə biraz qulaq versəniz, müşahidə etməyə başlasanız, bu prosesləri daxilinizdə görə biləcəksiniz. Ümid edirəm biraz qarışıq demədim, amma yenə burada 2 əsas məqama yaslanmaq istəyirəm bu məktubun analizində. Hətta 3. Birincisi odur ki, simasızlaşırsınız başqa insanlarla münasibətə girəndə. Halbuki mən əminəm ki, sizin də individuallığınız var, şəxsiyyətiniz var, istəkləriniz, yəni varsınız bir insan kimi. Amma o hamısı gedir kənara. Çünki siz münasibətə daxil olanda mənimlə belə baş rolu verirsiniz qarşınızdakı insana. Böyük rolunda o olur, siz çevrilirsiniz uşağa. Heç nə bacarmayan birisinə, hansı ki elə gözləyir, belə gözləmə rolundadır. Üçüncü məqamda isə odur ki, daxilinizdəki özünüzə qarşı olan aqressiyanı tanımırsınız və sizə rahatdır, dırnaq arası rahatdır o tipdə oğlanlarla olmaq. Çünki onda pis insanı kənarda görürsünüz. Daxilinizdəki o aqressoru, o pis adlandırdığımızı özünüzdə hələ görməyə başlamamısınız. Görməyə başlasanız, onunla işləməyə başlasanız, onda ondan sonra, yəni özünüzə daha mərhəmətli davranmağa başlasanız, siz əsla o tərz oğlanlarla, sizi incidən oğlanlarla münasibətdə olmağa istəməyəcəksiniz və dolayısıyla seçməyəcəksiniz. Bu qədər. Növbəti həftə yeni məktubla davam edəcəyik. Sağ olun.